Bugün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateşə tutur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Bugün Azərbaycan ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bugün Azərbaycan ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz zəfər çalacağıq. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. 27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Məhz həmin gün 32 ildən bəri davam edən Ermənistan-Azərbaycan münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu. Qanlı əməllərini sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin Azərbaycan ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı. 32 ildir səbr edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu bir andaca səfərbər və tək yumruq oldu. Düşmənin cavabının yalnız savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi. İllərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu vətən müharibəsinə başladı. Gəl təkbətək vuruşaq. Baxaq kim ki? Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Prezident İlham Əliyev öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Azərbaycan 30 ilə yaxın davam edən münaqişədə qalib tərəf oldu. Ərazi bütövlüyümüz bərpa olundu. Ölkəmizdəki xalq iqtidar birliyi sözün əsl mənasında dəmir yumruğa çevrildi və işğalçının belini qırdı. Azərbaycan xalqı bu bütün tarixi ərzində həyatında ağrı-acılı günlərlə yanaşı, tarixi sevincli günləri də yaşamışdır. Ancaq bu günlərin içərisində 44 günlük vətən müharibəsində qazanılan uğur, qazanılan qələbə xalqımızın tarixinə bir şanlı gün kimi düşmüş və qızıl hərflərlə yazılmışdır. Bu günlərdə biz Ali Baş Komandanın dəmir yumruğunun ətrafında sıx birləşərək, xalqımız vahid ideya ətrafında bir cəbhə şəklində, bir yumruq şəklində birləşərək bu şanlı günləri yaşadı və bu şanlı günləri bütün dünyaya nümayiş etdirdi. O bütün dünyaya nümayiş etdirdi ki, bizim xalqımız 30 illik əzab əziyyətdən sonra uzun müddətli, mən deyərdim ki, 200 illik məğlubiyyətlər tarixinə son qoydu və şanlı qələbəmizi qazandı. Bu qələbəmiz nəticəsində ana yurdumuz, Qarabağımız azad oldu. Qarabağımız azad olmuş torpaqda artıq biz yenidən bərpa işləri, böyük və şanlı günləri təkrar edirik, yaşayırıq
və bu günləri əldə etmək üçün xalqımız ümidlidir, xalqımız öz rəhbərinə ümidlidir. Cənab Prezidentin ətrafında sıx birləşmişdir. Bizim qələbə nəyi göstərdi? Birinci, ilk növbədə xalqımızın mütəşəkkilliyini, ordumuzun gücünü və xalq, prezident, Ali Baş Komandan sarsılmaz birliyini. Bax, məhz bu birliyə görə, məhz dövlətimizin gücünə görə, xalqımızın ruhuna görə, azadlıq ruhuna görə biz 28 il o torpaqlarsız yaşasaq da biz həmişə o torpaqları düşünmüşük. Mən özümü bir Qarabağlı kimi. Biz yatanda üzü Qarabağa tərəf yatmışıq və inanırdıq, bugün inanırdıq və mən bütün xalqımız adından, bütün Qarabağlılar adından xüsusən möhtərəm prezidentimizə təşəkkür edirəm. Çünki onun o təpəri, iradəsi, gücü, uzun illərin hazırlığı lazımdır. Bu bir günün işi deyildi. 44 günlük Vətən müharibəsində Zəfər günü xeyrin şər üzərində qələbəsi tarixi ədalətin təntənəsidir. Tarixlər boyu Azərbaycan xalqı sülhün və əmin-amanlığın tərəfdarı olubdur. Lakin mənfur işğalçı Ermənistan xalqı həm sülh sazişini dəfələrlə pozması, həm də təxribatlar yaradaraq mülki əhaliyə belə atəş açması Azərbaycan xalqının səbrini tükətdi. Və Azərbaycan xalqına heç bir halda hərbidən başqa çıxış yolu qoymadı. Danılmaz bir faktdır ki, müharibə zamanı qalibliyi əldə etmək döyüş meydanında tökülən qanlar və canlar bahasına başa gəlir. Ali Baş Komandan cənab Prezidentin Qarabağ Azərbaycandır və nida kəlməsi Azərbaycan əskərinin, zabitinin gündən günə, zəfərdən zəfərə aparan bir şüara çevrildi. Карабах является исторической, исконной азербайджанской землей. Так что Карабах – это Азербайджан. И восклицательный знак. Cəsur əskərlərimiz, zabitlərimiz 30 illərdən bəri Ermənistan xalqının qurub yaratdığı istehkamları darmadağın etdilər və silah və sursatlarını məhv etdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərdi. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici kütləvi informasiya vasitələrinə müsahibələr verdi. Господин президент, что все-таки произошло в воскресенье, что спровоцировало столь масштабное и кровопролитное противостояние? Мы вынуждены были дать адекватный ответ агрессору и таким образом защитить свой народ, своих людей и свою землю. How long Armenians will continue to sit on our land and not allow our people to go back to their homes? If international community cannot provide implementation of international resolutions, Azerbaijan will do it itself. That's what's happening. Dövlətlərin deməli jurnalistləri ilə, media rəhbərləri ilə necə mübarizə apardı. Elə bizim prezidentimiz də xüsusi təyinatlı prezident oldu. Vuruşdu həmin əskərlərlə bir yerdə. Azərbaycanın işğaldan azad olunmuş rayonlarında, Kəlbəcərdə, Laçında, Zəngilanda, Qubadlıda dalğalanan üç rəngli bayrağımız, Ali Baş Komandanın, cənab Prezidentin xalqımıza günbəgün verdiyi qələbə müjdələri, dünyanın bir çox nüfuzlu nəşrlərinə verdiyi dəyərli, məntiqli müsahibələr Azərbaycan xalqının bu haqq-ədalət savaşında qalib olması üçün bir təkan oldu. Bəli, Azərbaycanın apardığı müharibə ədalət və müqəddəs vətən müharibəsi idi. İndi Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də iqtisadiyyatını bütövləşdirir. 30 il ərzində erməni terrorçuları işğal etdikləri ərazilərimizi, kənd və qəsəbələrimizi, böyük şəhərlərimizi viran qoyublar. İnfrastrukturu, evləri dağıdıblar. Təbii sərvətlərimizi talan ediblər. Azərbaycanlıların tarixi irsi silinir. Bizim tarixcə biz yeni reallıq yaratmışıq. İndi hər kəs yeni reallıqla hesablaşmalıdır.
Bugün mən Ağdam məscidinə Məkkədən gətirdiyim Qurani Kərimi bağışladım. Mən xoşbəxt adamam ki, 4 dəfə Məkkə ziyarətində olmuşam. 1 dəfə rəhmətlik atamla, 3 dəfə isə prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kabənin içində dualar etmişəm. Və hər bir insanın ürəyində nə varsa mənim ürəyimdə də eyni duyğulardır. Və etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Biz Ağdama qayıtmışıq. Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yox. Hərbi cinayətkarlar, Xocalı qatilləri sizi məhv eləmişik. Koçaryan Sarkisyan, siz diz çöktünüz bizim qabağımıza. Siz buranı, bax bu günə saldınız. Bütün işğal edilmiş torpaqları. Siz bu məscidi dağıtdınız. Və 2-ci Qarabağ müharibəsi dövründə qaçdılar, gizləndilər. Bax, mən burada durmuşam. Dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində. Gəlmişəm bura, öz ordumla. Qalib kimi gəlmişəm. Sizsə öz miskin həyatınızın sona qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Azərbaycan isə bir il ərzində Qarabağda yenidən qurma işləri aparır. Füzuli aeroportu isə bunun bariz nümunəsidir. Bugün artıq biz hər gün sevinirik. Hər gün Qarabağda gedən bu nailiyyətlərdən, inkişafdan, hörmətli prezidentimizin bu bölgələrdə, qaşqın rayonlarında, keçmiş qaşqın rayonlarında hər gün o yeni açılışları, yeni təməl qoymalarına baxaraq hər gün sevinirik. Artıq biz bir zamanlar Qarabağ deyəndə qəlbimiz inciyirdisə, indi artıq Qarabağ deyəndə bizim üzümüz gülür, qəlbimiz gülür. Yəni, bugün belə də fəxr eləmək olur ki, sən Azərbaycanlısan və Qarabağlısan. Ümumiyyətlə belə deyək, özümüzü deyəndə Füzulilisən. Ona görə bu yaxınlarda Türkiyə Cumhuriyyətinin belə də prezidenti Tayyip Erdoğan'ın iştirakı ilə açılan Füzuli aeroportu belə deyək, Füzulini bütün dünyada tanıdı. Artıq bütün dünyada kimlə soruşsam Füzuli haradır, mənə elə gəlir o deyirlər. Ancaq bu tarixə qədər Füzulini mən deyərdim ki, kim tanıya bilərdi ki, yəni buna əlaqəsi olan adamlar tanıyardı. Artıq Füzulini hamı tanıyır. Onun üçün çox belə fəxr edilməli bir hadisədir, fəxr edilməli bir belə də ki, haldır. Bunları yenə bunlar üçün təkrar mən söylürəm, ancaq bunu söyləməyinə dəyər. Nədən ki, biz özümüz də hiss etmədik. Bir dəfə televiziyada gedən bir çıxışda mən bunu bir daha da vurğulamışdım. Biz özümüz bilmədən, hiss eləmədən, yəni biz bunu hiss eləməmişik. Ancaq bizim Ali Baş Komandanımız hansı işlər görüb, hansı işlər görüb bu tarixi yetişdirib, bu hadisəni yetişdirib və biz bu işlər artıq baş verəndə bunu bildik. Bunun üçün mən deyərəm, Azərbaycan xalqı, yəni bizim o döyüşçülərlə bərabər, şəhidlərimizlə bərabər Ali Baş Komandanımıza belə deyək, ömrü boyu minnətdar olmalıdır. Cəmi bir il qabaq bizim əskərlərimiz Füzulini alanda orada bayraq asmağa belə yer olmamışdı.
tapılmamışdı ki bir salamat bina ki onun üzerinden qələbəmizin rəmzi olan o bayrağımızı asaq. Heç bir il keçməmiş artıq beynəlxalq aeroportun açılışı oldu. 30 ilə yaxın bir müddətdə ermənilər Qarabağda nə etdilər? Nə edə bildilər? 300-ə yaxın bizim kənd, şəhər, qəsəbəni dağıtdılar. Bizim tarixi abidələrimizi viran qoydular. 42 məscidimizi dağıtdılar. Qalan 1-2 məscidi də özür istəyirəm heyvanxanaya çevirdilər. Və işləri də, peşələri də oldu ki, səngər qazdılar, mina bastırdılar. Və minanı da maraqlıdır, təkcə bu müharibə gedən yerlərdə yox, bu əhalinin işləyə biləcəyi o tarlalarda, insanların gəzə biləcəyi, otura biləcəyi, dura biləcəyi o yerlərdə bastırırdılar. Başda möhtərəm prezidentimiz olmaqla bu cəmi bir ildə nələr etdik? 600 kilometrə qədər yol çəkilib bu müddətdə. Zəfər yolu çəkilib. 2 su anbarı hazırlanır Qarabağda suvarma sistemini qurmaq üçün. Su, işıq, qaz, bütün sistemlər qurulur. Ermənilər dediyim o müddətdə bir dənə də olsun tunel çəkə bilməmişdilər. Onlarla tunellər çəkilir. Onlarla, dağların altı ilə tunellər çəkilir. Müharibə qanunları və beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Azərbaycan ordusunun qarşısında aciz qalan düşmən bununla barışa bilmir. Reallıqla hesablaşmaq, qəbul etmək cəsarət tələb edir. Bu isə onlardan uzaqdır. Tarixdə baş verən müharibələrdə beynəlxalq hüquq normalarına riayət olunmuş, prinsiplərə əməl olunmuşdur. Lakin ədalətli müharibə aparmaq onların xislətinə xas deyil. Milli dini mənsubiyyətinə görə soyqırım törətmək erməninin dəyişməz xislətidir. Xain hücumlarla körpə, qadın, yaşlı bilmədən qətliam törədən, riyakar, qeyri-etik və qeyri-insani döyüş taktikasına üstünlük verən, bir sözlə müharibə mədəniyyətindən uzaq mənfur düşmən Azərbaycan mülki əhalisini və yaşayış məntəqələrini atəşə tutmaqla təxribatlara əl atır. Dinc əhalini, mülki infrastrukturu hədəfə alırdı. Müharibə dövründə necə müharibə aparırdılar? Sivil bizim şəhərlərimizə, deməli, müharibə teatrından uzaqda olan şəhərimizi, Gəncə şəhərimizə ballistik raket atırdılar. Biz onların bir şəhərinə də elə raket atmadıq. Onların bir qadınına da, bir uşağına da toxunmadıq. Nəinki hərbi əsirlərə belə humanist münasibət. Bu bizim xalqımızın böyüklüyüdür. Bu zəfər gününü mən bir dağa bənzədirəm. Dağın yanında olanda görmək olmur dağın zirvəsini. O dağdan aralaşdıqca, bax bu zəfər o müharibənin o zəfər günümüzdən, müharibədən uzaqlaşdıqca o dağın böyüklüyü, əzəməti, ucalığı görükür. Vətən müharibəsində tarixi qələbədən sonra yurd yuvalarından didərgin düşən soydaşlarımız dədə-baba torpaqlarına qayıtmaqda səbirsizlənir. Hal-hazırda biz bugün belə deyək, rayonumuzdan kənarda yaşayırıq. Yəni, tam müəyyən səbəblərdən də 92-ci il hadisələrindən sonra. Ancaq bugün artıq bizim özümüz burada olmasaq da, rayonda olmasa da artıq bizim ruhumuz rayona köçmüşdür. Bugünkü gün bizim üçün çox əziz bir bayramdır. Belə deyək ki, bu keçən il bu vaxta qədər, bugünkü günə qədər bizim tariximizdə belə bir bayram yox idi. Ancaq bu bayrama bizi, demək olar, bizim Ali Baş Komandanımız və o döyüşdə şücaət göstərən döyüşçülərimiz, Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bu bayram onların sayəsində bizə qismət oldu. Özümüz də bu Füzuli cəmaatı, Qarabağ cəmaatı görsün yazımı gözəl məmləkətdə özlərinə yurt yuvası alsınlar. Artıq onların yurt yuvasını bizim, yenə deyirəm, dövlətimiz, cənab prezidentimiz onların təməlini qoyub, onu salıb və gəlib buranı bizə qalır ki, gəlib bu regionu və buradakı olan sahələri inkişaf elətdirmək. Mən inanıram ki, bax biz bu birliklə, bu əzəmətlə, bu güclə və o qürur hissi ilə ki, biz hər bir Azərbaycanlı o qələbə bizə tərcə torpaq vermədi ki, o qələbə bizim hər birimizə
hər birimizə şərəfimizi qaytardı, ləyaqətimizi qaytardı, qürurumuzu qaytardı. Biz artıq alnı açıq, nəinki bu ölkədə, biz dünyada alnı açıq gəzə bilirik. Dünyaya yeni bir dövlət doğdu. Bütün dövlətlər, xalqlar böyük bir xalq gördülər. Humanist, güclü bir xalq gördülər. Və qürur duyuram ki, bu xalqın nümayəndəsiyəm və inanıram ki, bu xalq prezidentimizin rəhbərliyi ilə hələ yeni, daha böyük qələbələrə bizi aparacaq. Qarabağımız azaddır və biz bu azadlığa görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və ordumuza borcluyuq. Azərbaycan Müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi. Bugün bütün dünya görür ki, Qarabağ Azərbaycandır. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan ordusuna, yaşasın Türkiyə-Azərbaycan dostluq qardaşlığı, yaşasın Azərbaycan əskəri. Bugün burada tüm kalbimle bir kez daha tekrarlamak istiyorum. Karabağ Azerbaycan'dır. Karabağ artık ana vatanıyla kucaklaşmış, 30 yıllık hasret son bulmuştur. Bütün Azerbaycan halkını, değerli kardeşim Cumhurbaşkanı İlham Aliyev'i ve şanlı Azerbaycan ordusunu, Türk ordusunu yürekten tebrik ediyorum. Aziz şehitlerimizi bir kez daha rahmetle yad ediyor. Gazilerimize acil şifalar diliyorum. Sağ olun, var olun, Allah'a emanet olun. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Bu şanlı zəfərdə az da olsa, payım oldusa, bu mənim üçün ən böyük şərəfdir. Qalib ordunun qalib əskəri kimi göstərmiş olduğu yüksək siyasət və iradəyə görə Cənab Prezidentə, Müzəffər Ali Baş Komandana dərin təşəkkürlərimi bildirirəm. Azərbaycan əskəri kimi hər zaman Cənab Prezidentin əmrlərinə hazırıq, müharibəyə hazırıq. Qarabağ Azərbaycandır. Qarabağ bizimdir. Elə dərin və müqəddəs hisslər var ki, onları cümləyə çevirib anlatmaq mümkün olmur. Öz uşaqlığını, xəyallarını, isti ocağını tərk etmək məcburiyyətində olduğun doğma elinə qayıtmaq hər bir insanın yaşaya biləcəyi ən böyük xoşbəxtlikdir. Hər bir xalqın öz tarixində yaza biləcəyi ən möhtəşəm səhifə zəfərdir. İllər öncə göz yaşı ilə ayrıldığımız torpağa böyük qayıdış yaşanır. Həsrəti ürəyində dünyanı tərk edənlərin ruhu şad olsun. Bu qələbə öz ali baş komandanın ətrafında dəmir yumruğa çevrilən bir xalqın öz varlığını dünyaya sübut etməsidir. 30 ilin yükündən dağ kimi yüksələn ordu haqq savaşında qalib oldu. Azərbaycan ordusu müasir hərb tarixində yeni bir qəhrəmanlıq yazdı. Öz qanı ilə Azərbaycanın torpağının hər qarışında iz qoyan Azərbaycan əskərinin qarşısında baş əyirik. Sağlamlığını qurban verilmiş qazilərimizin qarşısında baş əyirik. Siz sağ olun ki, Azərbaycan öz tarixini sizlərdən yenidən öyrənsin. Öz qətiyyəti, sarsılmaz iradəsi ilə dünyaya nümunə olan Cənab Prezidentimiz İlham Əliyevlə qürur duyuruq. Böyük qələbənin qazanılmasında bu cür vətənpərvər bir nəslə yetişdirən Azərbaycan təhsil işçilərinin də rolu az olmamışdır. Qəhrəmanlarımız ilk qəhrəmanlıq, ilk vətənpərvərlik dərslərini məktəblərdə almışlar. Qələbə sevincini bizə yaşadan birliyimiz daimi olsun. Vətən torpağının hər qarışında Azərbaycan bayrağı daim dalğalansın. Zəfərimiz mübarək olsun. Füzuli bizimdir. Cəbrayıl bizimdir. Zəngilan bizimdir. Qubadlı bizimdir. Ağdam bizimdir. Laçın bizimdir. Kəlbəcər bizimdir. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. Qarabağın tacı olan Şuşanın alınması bizim
tam qələbəmizin bir müjdəsi oldu. Beləliklə 8 noyabr Azərbaycanın tarixinə qızıl hərflərlə həkk olundu. Xalqımızın müzəffər ordusuna olan inamı, etibarı, dəstəyi, ölkəmizdə aparılan siyasi və milli həmrəylik qələbə sevincimizin ideoloji əsasını qoydu. Bir Azərbaycanlı xanımı, ziyalısı olaraq bu tarixi qələbəni, sevinci yaşadığım üçün özümü çox xoşbəxt sayıram. Mən üzümü şəhidlərimizin ailəsinə tuturam. Onlara Allahdan rəhmət diləyirəm. Ailələrinə səbir diləyirəm. Allah qazilərimizə can sağlığı versin, şəfa versin və bizi bugün qoruyan müzəffər ordumuz başda Ali Baş Komandan olmaqla Zəfər günümüz mübarək olsun.